Mehriban Xallarovanın çəkildiyi Sahilsiz Gecə filmi haqqında məlumat. Film 1989-cu ildə çəkilmişdi. Filmin rejissoru mərhum Şahmar Ələkbərov olmuşdu. Bu film Azərbaycan kino tarixinə həm bədii keyfiyyəti, həm də yaratdığı böyük səs-küy ilə düşmüşdü. Film 2-ci Dünya Müharibəsi illərində və ondan sonraki dövrdə Azərbaycan qadınlarının ağır taleyindən bəhs edir. Burada Zibeydə adlı bir qadının həyat hekayəsi dayanır. Gənc yaşlarında aldadılaraq fahişəliyə sövq edilən Zibeydə cəmiyyətin amansız mühakiməsi və sahilsiz bir mənəvi tənhalıq içində ömür sürür. Film sadəcə bir qadının bədbəxtliyini deyil, həm də o dövrün sosial eybəcərliklərini, insanların bir-birinə qarşı olan qəddarlığını və mənəvi aşınmanı təsvir edir. Sahilsiz Gecə ekranlara çıxdığı vaxt Azərbaycanda böyük etiraz dalğasına səbəb olmuşdu. Bunun bir neçə səbəbi var idi. İlk növbədə Azərbaycan qadınının fahişə obrazında göstərilməsi o dövrün cəmiyyəti tərəfindən təhqir kimi qəbul edilmişdi. İnsanlar kinostudiyanın qarşısında mitinqlər keçirmiş, hətta rejissor Şahmar Ələkbərova qarşı təzyiqlər olmuşdu.